Herkese salam. Bugünkü dərsimizin mövzusu ingilis dilində cümlə quruluşu, SWOT qaydasıdır. İngilis dilində düzgün və anlaşılan cümlə qurmaq üçün müəyyən bir ardıcıllığa riayət etmək vacibdir. Bu ardıcıllıq adətən SWOT düsturu ilə ifadə olunur. Cümlə və cümlə növləri. Sentence and kinds of sentences. Cümlə müəyyən bir fikri ifadə etməli, müəyyən sintaktik quruluşa, xəbərə və müəyyən informasiyaya malik olmalıdır. Gəlin baxaq, ingilis dilində neçə cümlə növü var. Declarative sentences, nəqli cümlə, interrogative sentences, sual cümləsi, imperative sentences, əmr cümləsi, exclamatory sentences, nida cümləsi. İngilis dilində cümlələr müxtəlif növlərə bölünür. Onlardan ən sadəsi və ən çox istifadə ediləni nəqli cümlədir. Declarative sentence. Nəqli cümlə bir faktı, hadisəni və yaxud bir fikri sadə şəkildə bildirən cümlədir. Başqa sözlə desək, biz danışanda məlumat veririk, xəbərdarlıq edirik və ya sadəcə fikrimizi bölüşürük. Bu zaman nəqli cümlələrdən istifadə edirik. Nəqli cümlələrin quruluşu adətən mübtəda və xəbər üzərində qurulmuşdur. İngilis dilində cümlələr quruluşuna görə iki yerə bölünür. Sadə cümlə, the simple sentence, mürəkkəb cümlə, the composite sentences. Sadə cümlələr bir fikri ifadə edir, yalnız bir qrammatik əsasdan ibarətdir. Yəni ki, mübtəda və xəbərdən ibarətdir. Bu zaman cümlədə tamamlıq olmasa da fikir tam olur. Gəlin nümunələrə baxaq. I understand, mən başa düşürəm. They play, she likes, you know, it rains, we help. Bu cümlələrdə gördüyünüz kimi mən şəxs əvəzliklərindən istifadə etmişəm və şəxs əvəzlikləri cümlədə mübtəda rolunda çıxış etmişdir. Növbəti nümunələrə baxaq. Alice studies, Aygün speaks, Tom and Ben meet, my brother speaks, Anne's father says, his sons work və s. Bu cümlələrdə isə, bu nümunələrdə isə mən xüsusi adlardan istifadə etmişəm. Hətta burada cümlənin birində siz ismin yəlik hal formasını, apostrof s-lə düzələn ismin yəlik hal formasını da görə bilirsiniz. Yəni ki, bu sözlər cümlədə mübtəda rolunda çıxış etmişdir. Əziz tələbələr, indi gəlin nəqli cümlələri iki yerə bölək. Hərəkətli cümlələr və hərəkətsiz cümlələr. Əvvəldə gətirdiyimiz nümunələr hərəkətli cümlələr misallarıdır, nümunələri idi. Hərəkətli cümlə nədir? Hərəkətli cümlələrdə xəbər hərəkət bildirən feillə ifadə olunur. Yəni kimsə hansısa işi görür. Məsələn, I read books, mən kitab oxuyuram. She plays tennis, o tenis oynayır. Gördüyümüz kimi burada read və play feilləri hərəkəti ifadə edir, hərəkəti göstərir. Hərəkətsiz cümlələr, bu cümlələrdə isə xəbər hərəkəti bildirmir. Burada sadəcə olaraq to be köməkçi feilinin müvafiq formaları istifadə olunur. Bu cümlələrdə mübtədanın kim olduğunu, harada olduğunu və hansı vəziyyətdə olduğunu bildirir. Məsələn, I'm a teacher, she's at home, they are busy, we were at work, you are free, it was cold. Bu cümlələrdə gördüyümüz to be-nin formaları cümlənin xəbəri hesab olunur. Bu cümlələrdə hərəkət yoxdur, sadəcə hal və vəziyyət ifadə olunur. İndi isə ingilis dilində ən əsas cümlə quruluşunu öyrənək. Bu quruluş subject, verb, object, yəni mübtəda, xəbər, tamamlıq formasıdır, qaydasıdır. Subject, işi görən şəxs və ya əşyadır. Verb, mübtədanın etdiyi hərəkətdir. Object, hərəkətin kimə və ya nəyə yönəldiyini göstərir. Nümunələri nəzərdən keçirək. I understand you. Mən səni başa düşürəm. She loves books. O kitabları xoşlayır. We watch TV. Biz televiziya izləyirik. The teacher explains the lesson. Müəllim dərsi izah edir. They eat apples. Onlar alma yeyirlər. My brother drives his car. Mənim qardaşım maşınını sürür. İngilis dilində sadə təsdiq cümlələri adətən subject, verb, object ardıcıllığı ilə qurulur. Bəzən cümləyə yer zərfliyi də əlavə olunur. Bu zaman cümlənin quruluşu belə olacaq. Subject, verb, object, place. Yəni ki, mübtəda, xəbər, tamamlıq, yer zərfliyi. Subject, işi görən, verb,
görülən hərəkət, object, hərəkətin yönəldiyi obyekt, place, hərəkətin harada baş verdiyini göstərir. Gəlin nümunələri nəzərdən keçirək. She reads books in the library. O, kitabxanada kitab oxuyur. I watch movies at home. Mən evdə filmə baxıram. They play football in the yard. Onlar həyətdə futbol oynayırlar. She writes a mail at the office. Ofisdə e-mail yazır. We meet them in the park. Biz onlarla parkda görüşürük. I study English at university. Mən universitetdə ingilis dilini öyrənirəm. We drink coffee in the cafe. Biz kafedə qəhvə içirik. İngilis dilində cümlənin quruluşunda söz sırası çox mühüm rol oynayır. Azərbaycan dilindən fərqli olaraq İngilis dilində cümlənin quruluşuna diqqət etmək lazımdır. Azərbaycan dilində söz sırası daha sərbəstdir. Lakin İngilis dilində müəyyən sabit bir qayda mövcuddur. İngilis dilində cümlənin əsas quruluşu mübtəda və xəbərdən ibarətdir. Bəzən isə biz yer zərfliyi əlavə edirik. Bu zaman quruluş belə olacaq. Subject, verb, place. Gəlin nümunələrə baxaq. He works at the office. O ofisdə işləyir. They live in Baku. Onlar Bakıda yaşayırlar. We study at school. Biz məktəbdə oxuyuruq. Children play outside. Uşaqlar bayırda oynayırlar. Kate works in an office. Kate ofisdə işləyir. İngilis dilində bəzi cümlələrdə obyekt, yəni tamamlıq işlədilmir. Bu zaman cümlə sadəcə olaraq mübtəda, xəbər, yer zərfliyi ilə qurula bilər. Bu tip cümlələrdə diqqət hərəkətin harada baş verdiyinə yönəlmişdir. Bəzi cümlələrdə biz mübtəda, xəbər və zaman zərfliyindən istifadə edirik. Bu növ cümlələrdə biz cümlədə hərəkətin nə zaman baş verdiyini göstərmək istəyirik. Məsələn, I wake up at 6 o'clock. Mən saat 6-da oyanıram. We run every morning. Biz hər səhər qaçırıq. They travel on weekends. Onlar həftə sonları səyahət edirlər. He studies in the evening. O axşam öyrənir. He exercises in the morning. O səhər məşq edir. We walk every evening. Biz hər axşam gəzirik. Bu cümlələr İngilis dilində sadə, simple tense zaman formasına uyğun gəlir və əsas xəbərlərin ifadəsi üçün istifadə olunur. Cümlə quruluşu mübtəda, xəbər və zaman zərfliyindən ibarətdir. Belə cümlələrdə obyekt yer almır. Hərəkətin nə zaman baş verdiyi göstərilir. Əvvəlcə biz sadə cümlələri nəzərdən keçirdik. İndi isə gəlin tam olaraq SOT qaydasını müzakirə edək və cümlələrlə təcrübə edək. I read books in the library every day. Gördüyünüz kimi bu cümlədə mübtəda, xəbər, tamamlıq, yer zərfi və zaman zərfi istifadə olunmuşdur. Mən hər gün kitabxanada kitab oxuyuram. They play football in the yard in the evening. Onlar axşam həyətdə futbol oynayırlar. She writes emails at the office in the morning. O, səhər ofisdə e-mail yazır. We watch TV at home at night. Biz gecə evdə televizora baxırıq. My father fixes the car in the garage on Sundays. Atam bazar günləri qarajda maşın təmir edir. SOT cümlə quruluşu İngilis dilində məqsədli və tam məlumat verən cümlələr yaratmaq üçün istifadə olunur. Yer və zaman zərfləri cümlədə konkretlik və kontekst əlavə edir. Əgər cümlədə həm yer, həm zaman zərfləri varsa, əvvəlcə yer zərfi, daha sonra zaman zərfi işlənir. Bəzi zaman zərfləri, məsələn, yesterday, today, tomorrow cümlənin əvvəlində də işlənə bilir. Məsələn, yesterday my brother bought a new phone. My brother bought a new phone yesterday. Və yaxud, tomorrow we will have an important meeting. We will have an important meeting tomorrow. Gəlin indi də SOT tipli cümlələrdə işlənən zaman zərflərini, adverbs of frequency, tezlik zərflərini müzakirə edirik. Always, həmişə, usually, adətən, often, tez-tez, sometimes, bəzən, rarely, seldom, nadir hallarda, never, heç vaxt, hardly ever, çox nadir hallarda demək olar ki, heç vaxt. Never və hardly ever əsasən negativ cümlələrdə işlənir, ikinci bir inkarlıqdan istifadə olunur. Gəlin nümunələrə baxaq. She always drinks tea in the morning. O hər səhər çay içir. We usually go shopping on
Saturdays. Biz adətən şənbə günləri alış-verişə gedirik. They often play football after school. Onlar tez-tez dərsdən sonra futbol oynayırlar. He rarely eats chocolate. O çox nadir hallarda şokolad yeyir. Demək olar ki, yemir. Belə tərcümə edə bilərik. She seldom visits her relatives. O nadir hallarda qohumlarını ziyarət edir. He hardly ever goes to the cinema. O demək olar ki, kinoya getmir. Bu zaman zərflərindən sometimes bir neçə yerdə işlənə bilir. Cümlənin əvvəlində və cümlənin ortasında işlənə bilir. Məsələn, cümlənin əvvəlində olan bir nümunə göstərək. Sometimes I go for a walk in the evening. Bəzən mən axşamlar gəzintiyə çıxıram. Və növbəti cümləmiz I sometimes read books before bed. Mən bəzən yatmazdan əvvəl kitab oxuyuram. Bu cümlədə isə sometimes mübtəda ilə xəbərin ortasında işlənmişdir. Əziz tələbələr, bugünkü mövzumuz SWOT qaydası idi. SWOT quruluşu ingilis dilində tam və aydın cümlələr yaratmaq üçün istifadə olunur. Bu növ cümlələr tam, dəqiq və strukturlaşdırılmış məlumat verir. SWOT qaydasını yadda saxlamaq üçün hər cümlədə kim, nə, harada, nə zaman suallarını vermək lazımdır. Diqqətiniz üçün təşəkkür edirəm.